Ay kişi yakın gel. Ne buyurursun ay Mirzə? Bir dil ki qəm düçar ola. Ağlar, ağlamaz. Mən nə bilim ay Mirzə? Ənduhi qüssə yarı ola. Ağlar, ağlamaz. Qurban olun Mirzə. Mənim belə şeylərdən başım çıxmaz. Bir savat, avam adamım da. Doğrudur, avamsın. Bunlar güzel sözlerdi. Ged oğlunu oxut. Qoy belə şeylərdən ləzzət alsın. Rüşvət verirsən. O biri Mirzələr alırlar axı. Rüşvət almaq adamı qorxaq, gözü kölgəliliyə. Nə lazım? Ayda 25 manat məvacibim var da başımdan girib ayağımdan çıxır. Xoş getdi. Xoş getdin ha kişi. Allah köməyin olsun. Götür, çıx get. Əhməd bəy. Sizin kağızınız Mirzə səfərdədir, üzün köçürdür. Hı. Əyləş. Mirzə, mənim kağızımı yaz, aparım. Gözlə, bu saat yazarım. Əlimdə özgə iş var. Sən yəqin məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam. Gözlə. Bilirsən, mən Həsən ağanın qohumuyam. Doğrudan Həsən ağanın qolmusan? Doğrudan. Sən Allah, Həsən ağanın qolmusan. Vallahi Həsən ağanın qohumuyam. Sən Həzrət Abbas, Həsən ağanın qolmusan. Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. Deginən sən elə Həsən ağanın adamıyım. Sən öl Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Neyinim? Həsən ağanın qolmusan. Gözlə vaxtında kağızını hazır olar, apararsın.